Salam dəyərli izləyicilər. Hazırda Türk Dünyası Beynəlxalq Riyaziyyat Olimpiyadası TİMO'nun seçim turunun keçirildiyi məkandayıq. Bugün riyaziyyatı sevən, düşünməyi bacaran və biliklərini beynəlxalq səviyyədə sınamaq istəyən şagirdlər bir araya gəlib. Riyaziyyat günümüzdə artıq sadəcə bir fənn olaraq tədris olunmur. Həyatımızın hər yerində biz riyaziyyata rast gələ bilirik. Riyaziyyat analitik düşüncədir. Problem həll etmə bacarığıdır. Düzgün qərar verməyin əsas açarıdır. TİMO isə bu bacarıqları erkən yaşlardan formalaşdırmağı hədəfləyən beynəlxalq bir olimpiyadadır. TİMO seçim turu ölkəmizin 5 fərqli şəhərində təşkil olunur. Belə ki, Bakı şəhəri üzrə Bakı Biznes Universitetində və Azərbaycan Texniki Universitetində, Sumqayıt Dövlət Universitetində, Gəncə Dünya Məktəbində, Lənkəran Elm və Tədris Akademiyasında və Naxçıvan Fəza Akademiyasında şagirdlər eyni anda biliklərini nümayiş etdirirlər. Dəyərli izləyicilər, bir neçə dəqiqə sonra sizlərlə Azərbaycan Texniki Universitetinə bağlanacaq. Komandamızdan Günay bizimlə canlı bağlantıda olacaq və orada baş tutan seçim turu barədə sizlərə məlumat verəcək. Günay artıq xəttədir. Salam Günay, bizə eşidirsən? Salam Milana. Bəli, eşidirəm. Hazırda Texniki Universitetindəyik. Burada da artıq imtahan başlayıb. Toplam 700-dən çox şagird Bakıda keçiriləcək final üçün mübarizə aparırlar. Müşahidələrimə əsasən 5, 6 və 7-ci siniflər olduğumuz halda çoxluq təşkil edir. Buradan bütün şagirdlərə uğurlar arzu edirəm. Məndən çatdırılacaq məlumatlar bu qədər. Söz sizdədir Milana. Çox sağ ol Günay. Uğurlar arzu edirəm. Birazdan isə Sumqayıt Dövlət Universitetinə canlı bağlantımız baş tutacaq. Bu canlı bağlantıda isə Zəhra Nərmətli bizimlə olacaq. Və deyəsən artıq Zəhra xəttədir. Salam Zəhra, bizə eşidirsən? Salam Aysu, bəli sizi çox yaxşı eşidirəm. Biz hal-hazırda Sumqayıt Dövlət Universitetindəyik. Hal-hazırda şagirdlər böyük diqqətlə imtahan prosesində iştirak edirlər. Sumqayıt və ətraf bölgələrdən gələn çox saylı şagirdlər hal-hazırda bu məkanda toplaşıb. Məqsəd isə bildiyimiz kimi Bakıda keçiriləcək final turuna vəsiqə qazanmaqdır. Burada əsasən orta sinif şagirdlərinin aktivliyini müşahidə edirik. Zalda isə tam sakitlik hökm sürür və hər kəs suallara fokuslanır. Sumqayıtdan çatdıracaq məlumatlar bu qədər idi. Sözü mərkəzə ötürürəm. Çox sağ ol Zəhra. Uğurlar arzulayırıq və prosesin uğurla davam etməsini diləyirik. İndi isə canlı bağlantımızı Gəncə şəhərinə qururuq. Hazırda komandamızdan Gülyətər Gəncə Dünya Məktəbindədir və oradakı seçim turunun gedişi barədə bizə məlumat verəcək. Gülyətər, salam. Bizə eşidirsən? Salam Milana, bəli, sizə aydın eşidirəm. Hazırda Gəncə Dünya Məktəbindəyik. Burada seçim turu artıq başlayıb və imtahan prosesi öz axarında tam sakit və nizami şəkildə davam edir. Qeyd edim ki, bu məkanda təkcə Gəncə şəhərindən deyil, həmçinin Göygöl, Şəmkir, Tovuz, Qazax, Ağstafa və digər regionlardan çoxsaylı şagirdlər iştirak edir. Bu da Gəncə regionunda olimpiyadaya marağın nə qədər yüksək olduğunu göstərir. Şagirdlər suallara diqqətlə yanaşır və zalda tam konsentrasiya hökm sürür. Buradakı əsas məqsəd Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanmaqdır. Gəncədən ötürə biləcəyim məlumatlar hələlik bunlardır. Sözü yenidən sizə ötürürəm. Sizə və komanda yoldaşlarıma da uğurlar arzulayıram. Çox sağ ol Gülyətər. Biz də Gəncədəki bütün iştirakçılara uğurlar arzulayırıq.
bəy, necəsiz? Salam, hər vaxtınız xeyir. Çox sağ olun. Siz necəsiz? Çox sağ olun, yaxşı olasınız. Zəhmət olmasa bizə Tim Olimpiyadası haqqında məlumat verə bilərsiniz? Tim Olimpiyadası Türk dünyası beynəlxalq riyaziyyat yarışması bu gün Azərbaycanda 5 iyulunda Bakı Biznes Universitetində, sonra Azərbaycan Texnik Universiteti, Sumqayıt Dövlət Universitetində, Gəncədə ev sahibliyi dünya məktəbində, Naxçıvanda və Lənkəran şəhərlərində keçirilmişdir. Ev sahibliyi etdiyinə görə tüm mərkəzlərimizə təşəkkür edirik. Bundan əlavə olaraq hər zaman yanımızda olan və bizə dəstək göstərən tim liderlərimizə, bina rəhbərlərimizə və könüllülərimizə dərindən təşəkkürümüzü bildiririk. Çox sağ olun. Gələn tədbirlərimizə görüşəmirik. Çox sağ olun. Çox sağ olun. Salam Əli bəy, necəsiz? Salam, xoş gördünüz. Çox sağ olun, yaxşıyam mən də. Seçim turu ilə bağlı təəssüratlarınızı bölüşə bilərsiniz bizimlə? Bəli, bölüşə bilərəm. Bu gün aşağı yuxarı 5 saatdır ki, biz artıq Texnik Universitetdəyik. Türk İnternetçi Matematik Olimpiyadının, yəni TİMO'nun yerli raundunun Azərbaycan mərhələsinin Texnik Universitetdə olan imtahanını həyata keçiririk. Çox havanın soyuq olmağına baxmayaraq çox istanlar yaşadıq. Uşaqlar çox həvəsli gəlmişdilər və bu bizi də xoşbəxt elədi. İnanıram ki, burada imtahanda iştirak edən uşaqlar çox yaxşı yazıblar, final vəsəti qazanıblar. Onu da bildirmək istəyirəm ki, yəqin ki, hamı məlumdur, final da bu il Bakıda da, Azərbaycandadır və ölkəmizi bu finalda uğurla təmsil edəcəklər. Təsadüfi deyir ki, TİMO Olimpiyadası 5-dən artıq məkanda, 3-dən artıq regionda təşkil olundu bu gün və bütün iştirak edən uşaqlara uğurlar arzulayıram. Olimpiyada 2-11-ci sinif şagirdləri arasında Azərbaycan, Türk, Rus və İngilis dillərində keçirilir. Seçim turunda sualları cavablamaq üçün 2-ci sinif şagirdlərinə 75, digər siniflər üçün isə 90 dəqiqə vaxt ayrılır. Olimpiyadasında sual blokları riyaziyyatın əsas sahələrini əhatə edir. Bu sahələrə cəbr üzrə əksəriyyətlə ədədlər nəzəriyyəsi, hesablama, kəsirlər, nisbət və faizlər, tənliklər, məntiqi və verbal məsələlər, Tim Olimpiyadasında sual blokları riyaziyyatın əsas sahələrini əhatə edir. Bu sahələrə cəbr üzrə əksəriyyətlə ədədlər nəzəriyyəsi, hesablama, kəsirlər, nisbət və faizlər, tənliklər, məntiqi və verbal məsələlər, kombinatrika, həndəsə üzrə perimetri, sahə hesablamaları, eləcə də yuxarı siniflər üçün funksiyalar, çoxhəddlər, trigonometriya, analitik həndəsə, ehtimal və digər mövzular yer alır. Ümumilikdə sillabus, riyazi məntiqi düşünmə, problem həll etmə və analitik bacarıqların mərhələli formada inkişafını hədəfləyir. Salam Kənan, necəsən? Yaxşıyam, siz necəsiz? Yaxşıyam, çox sağ ol. Bugünkü olimpiyadaya hazırsan? Bəli, hazıram, çox hazıram. Hazırlaşarkən kim kömək edib sənə? Hazırlaşarkən əsasən məntiq müəllimim mənə kömək edibdi, çox kömək edibdi. Əsasən medal qazanmağa gəlmişəm, qızım medal. Buradan kiməsə salam göndərmək istəyirsən? Anamı salamlayıram, atamı salamlayıram. Salam Mədinə, necəsən? Yaxşıyam, sağ olun, siz necəsiz? Yaxşıyam, çox sağ ol. Bugünkü olimpiyadaya hazırsan? Bəli, hazıram, hazırlaşmışam, qazancamdan sonra. Səncə bugün hansı medal qazanacaqsan? Qızıl medal qazanacaq. Buradan kiməsə salam göndərmək istəyirsən? Hər kəs salam. Çox sağ ol. Salam Akif, necəsən? Yaxşıyam, siz necəsiz? Yaxşıyam, çox sağ ol. Bugünkü olimpiyadaya hazırsan? Bəli, hazırlıqlara da getmişəm. Hazırlaşarkən kim kömək edib sənə? Mənim anam, məktəblərlə və kursdan müəllimə. Bəs bu gün medal qazanacağını düşünürsən və hansı? Mən medal qazanacağam və qızıl medal qazanacağam, əminəm. Buradan kiməsə salam göndərmək istəyirsən? Bəli, anama. Çox sağ ol, uğurlar sənə. Çox sağ olun. Salam Fidan, necəsən? Yaxşıyam, siz necəsiz? Yaxşıyam, çox sağ ol. Bugünkü olimpiyadaya hazırsan? Bəli. Hazırlaşarkən kim kömək edib sənə? Anam və müəllimim. Səncə bu gün medal qazana biləcəksən və hansı medal? Hər üçünü düşünürəm. Buradan kiməsə salam göndərmək istəyirsən? Anama. Salam Şükür, necəsən? Çox sağ olun, mən yaxşıyam, siz necəsiz? Mən də yaxşıyam, çox sağ ol. Məktəbdə ən sevdiyim fən hansıdır? Riyaziyyat. Bugünkü olimpiyadaya hazırsan bəs? Bəli, hazıram. Hazırlaşarkən kim kömək edib sənə? Müəllimlərim və ailəm.
Bəs bu gün medal qazanacağını düşünürsən? Bəli, medal qazanacağımı düşünürəm. Buradan kiməsə salam göndərmək istəyirsən? Ailəmə və dostlarıma. Uğurlar sənə. Çox sağ ol. Salam Ayxan, necəsən? Yaxşıyam. Siz necəsiniz? Yaxşıyam, çox sağ ol. Məktəbdə ən sevdiyin fən hansıdır? Mən sevdiyim fən STEM, robotexnika. Bugünkü olimpiadaya hazırsan? Mən hazıram. Hazırlaşarkən kim kömək edib sənə? Bir müəllim. Bəs bu gün medal qazanacağını düşünürsən və səncə hansı medal? Məncə bürünc. Buradan kiməsə salam göndərmək istəyirsən? Bəli. Dostlarıma. Necəsən? Yaxşıyam. Bugünkü olimpiadaya hazırsan? Bəli. Çox yaxşı hazırlaşmışam və buradan yaxşı nəticə alacağımı gözləyirəm. Yaxşı nəticə alacağam. Hazırlaşarkən sənə kim kömək edib bəs? Anam kömək eləyir, bir də məni hazırlaşdıran müəllimə. Bu gün medal qazanacağını düşünürsən və səncə hansı medal? Düşünürəm və qızıl medal qazanacağımı düşünürəm. Salam Hüseyn, necəsən? Valla yaxşı. Məktəbdən sevdiyin fən hansıdır? Riyaziyyat, təsvir sənət, bir də şahmat. Bugünkü olimpiadaya hazırsan? Biraz hazıram. Səncə bu gün medal qazanacaqsan və hansı? Uzağa bürüc qazanacağam. Kiməsə salam göndərmək istəyirsən buradan? Ailəmə göndərmək istəyirəm. Salam, adım nədir? Zeynəb. Bəs səni? Rəxra. Neçənci sinifdə oxursunuz? 6. Bəs sən Güzə? 6. İmtahana hazırsınız? Bəli. Bəs sən? Bəli. Zəhmət olmasa özün saatına varmaq istəyə bilərsiniz? Bəli. Mənim adım Zeynəbdir və mən 19 nömrəli Tanrışı məktəbdən gəlirəm. Mən ən sevdiyim riyaziyyat fənnidir. Artıq 2 ildir ki, olimpiadalarda iştirak edirik. Sağ olun. Bəs sən? İkinci dəfədir ki, o olimpiadada baxar. İndi edirəm ki, medal qazanam bilər. Aha, hansı medallar qazanmaq istəyirsiniz və özünüzə güvənirsiniz? Bəli, və qızıl medal qazanmaq istəyirəm. Bəs siz? Mən də. Salam, adın nədir? Salam, mənim adım Elkəndir. Necəsən Elşən, özünü necə hiss edirsən? Yaxşı. Hansı məktəbdə oxuyursan? 80-ci nömrəli məktəb. Səncə imtahandan yüksək nəticə əldə edə biləcəksən? Bəli. Salam, adın nədir? Mənim adım Əlixandır. Necəsən Ali xan, özünü necə hiss edirsən? Yaxşı. Hansı liseydə oxuyursan? Simon liseyində London. Olimpiyadadan nəticələrin necə olacaq? Özünə güvənirsən? Bəli. Salam, adın nədir? Yaqub Məmmədli. Yaqub, necəsən? Özünü necə hiss edirsən? Özümü biraz həyəcanlı hiss edirəm. Hansı məktəbdə oxuyursan Yaqub? Də dövlət orta məktəbdə. Buradan yaxınlarına salam göndərmək istəyirsən? Bəli, burada bəlibələrimə və valideynlərimə sahib edilmək istəyirəm. Uğurlar Yaqub. Sağ olun. Salam, adın nədir? Salam, mənim adım Kənandır. Neçənci sinifdə oxuyursan Kənan? Mən 2-ci sinifdə oxuyuram. Medal qazana biləcəyinə güvənirsən? Bəli, mən güvənirəm. Buradan yaxınlarına salam göndərmək istəyirsən? Bəli, anama, atama, qardaşıma, ailəmə. Uğurlar arzulayıram sənə Kənan. Çox sağ olun. Salam, adın nədir? Salam, mənim adım Aygün. Necəsən Aygün? Özünü necə hiss edirsən? Yaxşıyam, ailə istəyirəm. Olimpiyada azlaşmağa sənə kim kömək edir? Özüm, ailəm və müəllimlərim. Bəs olimpiyadadan gözləntilərin nələrdir? İnşallah ki, qızıl medal alacaq. Uğurlar arzu edirəm sənə Aygün. Çox sağ olun. Salam, adın nədir? Salam, mənim adım Turandır. Neçənci sinifdə oxuyursan Turan? 5-ci sinifdə. Həyəcanlısan, özünü necə hiss edirsən? Yaxşı istəyirəm. Olimpiyadan Azərbaycanda keçirilməsi sənin üçün nə hiss edir? Bu çox qürur vericidir. Özünə güvənirsən, bəs yüksək nəticə qazana biləcəksən? Bəli. Uğurlar arzu edirəm sənə. Sağ olun. Salam, adın nədir? Mənim adım Fərhad Namazovdur. Necəsən Fərhad, özünü necə hiss edirsən? Mən özümü qəşəng hiss edirəm. Olimpiyada finalının Bakıda keçiriləcəyini bilirsən? Bəli, Buradan yaxınlarına nə demək istəyirsən? Salam göndərirsən onlara? bəli. Kimlərə salam göndərmək istəyirsən? Atama, anama. Çox sağ ol, uğurlar arzu edirəm sənə. Salam. Zəhmət olmasa özünüzü və övladınızı təqdim edə bilərsiniz. Salam, hər vaxtınız xeyir olsun. Adım Cəmilə, oğlumun adı Camal. Biz Kaspi liseyini təmsil edirik və 2-ci sinifdə oxuyuruq.
Övladınız bu gün olimpiyadaya necə hazırlaşıb? Gözləntiləriniz nələrdir? Oğlumdan gözləntilərim çox böyükdür. Çünki onun dərs deyən müəllimlərindən çox razıyıq. Özünün bilik səviyyəsinə çox güvənirik. İnşallah bütün balalarımıza uğurlar. Bəs bu gün sizcə hansı medal əldə edə bilər? Bizim üçün əsas onun can sağlığıdır. O medalın heç bir önəmi yoxdur. Əsas onun bütün uğurları həmişə Allah onunla olsun. Yəni uğurları bol, zehni də açıq olsun. Uğurlar, çox sağ olun. Salam. Övladınızı da özünüzü təqdim edə bilərsiniz. Mən Babayev Cavid, qızım 3-cü sinif şagirdidir, Babayeva Nuray. Riyaziyyat üzrə imtahana qoşdum. Bugünkü olimpiyadadan gözləntiləriniz nələrdir? Valla mən qızıma güvənirəm, yəqin ki, yüksək bal toplayar. Və sizcə hansı medal əldə edə bilər? Qızıl, Çox sağ olun, uğurlar. siz də sağ olun, minnətdar. Salam. Özünüzü və övladınızı təqdim edə bilərsiniz. Özüm Həsənova Səminə, övladım Əzizli Fidan. Bugün burada olmaqdan çox qürur duyuram. Övladımı belə bir ortamda, belə bir olimpiyadanın içərisində görmək həqiqətən çox qürur vericidir. Bugünkü olimpiyada haqqında təəssüratlarınızı bölüşə bilərsiniz bizimlə. Təəssüratlarım ilk öncə olimpiyadanın təşkilatçılarına çox təşəkkür edirəm, başda Xəyal bəy olmaqla. Çünki bu bizim uşaqlarımızın gələcək həyatında uğur əldə etməsinə, onların hər hansı bir mövqedə özlərini tanıtmasına çox böyük kömək olacaq. Fərqi yoxdur o medal alsın və ya almasın. Bu ortam onların gələcəkləri üçün sanki bir sığortadır. Təşəkkür edirəm Qosun bütün əməkdaşlarına, bütün rəhbərliyinə. İnşallah ki, uğurlular, medal almağımızı çox istəyərəm. İnşallah, çox sağ olun, uğurlar. Çox təşəkkür edirəm, minnətdaram. Salam. Bugünkü olimpiyada haqqında təəssüratlarınızı bizimlə bölüşə bilərsiniz. Əlbəttə bölüşə bilərəm. Birinci ilk olaraq hər birinizi salamlayıram. Valideynlərə də, izləyicilərə də təşəkkürümüzü bildiririk. Bu günləri Türk dünyasının ilk beynəlxalq riyaziyyat olimpiyadası olan Timonun sayca artıq 2026-cı il üzrə olan seçim turudur Azərbaycan mərhələsində. Dünyanın 50-dən çox ölkəsində bu olimpiyada keçirilir və riyaziyyatın dərinliklərini, riyaziyyata olan sevgisi olan şagirdləri bir amal uğrunda bir araya gətirir və şagirdlər məntiqi, analitik düşüncələri və müxtəlif riyazi suallara cavab verməyin öz biliklərini və istedadlarını ortaya qoyurlar. Biz ki, olimpiyadaların məqsədi ondan ibarətdir ki, istedadlı şagirdlər tapıb çıxarsın və yaxud da ki, məktəbdə istedadlı olan şagirdlərə müxtəlif platformalar tətbiq etməklə onların inkişafını və özlərinin inamını bərpa etsin. Timo Olimpiyadası da bundandır. Bu olimpiyadalar sırasındadır və çox sevindirici haldır ki, 25-29 may tarixlərində Azərbaycanın paytaxtımız Bakıda dünyanın kifayət qədər demək olar ki, hər qitədən gələn ölkələrlə bir yerdə paytaxtımızda böyük bir final mərhələsi tutacaq. Bu olimpiyadada medal almış şagirdlər finalda iştirak edəcəklər və 100 bal nəticəsi toplanan şagirdlər isə tam ödənişsiz olaraq finalda iştirak etmək haqqı əldə edəcəklər. Bütün şagirdlərə uğurlar arzulayıram. İnanıram ki, bu çətin gündə iş baxımından, məsuliyyətli gündə çətinlik ondandır. Həm könüllülərimiz, həm əməkdaşlarımız, yəni hər kəs öz işini layiqincə və uğurlu bir şəkildə görəcək. Çox sağ olun. Sağ olun. Qeyd edək ki, ötən il Timonun final mərhələsi Türkiyənin Antalya şəhərində baş tutmuşdu. 18 ölkədən 1399 iştirakçının qatıldığı Azərbaycan bu mötəbər olimpiyadada 70 nəfərlik şagird heyəti ilə təmsil olunub. Şagirdlərimiz Türkiyə, Çin, İran, Rusiya, Hindistan, Pakistan, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən olan iştirakçılarla riyaziyyat üzrə mübarizə aparıblar. Nəticə etibarilə Azərbaycan komandası 32 medal qazanaraq böyük uğura imza atıb. 8 qızıl, 8 gümüş və 16 bürünc medal qazanan şagirdlərimiz nəticə ilə Azərbaycan, Çin və Türkiyədən sonra dünya sıralamasında 3-cü yerdə qərarlaşmışdı. Fərdi nəticələr üzrə Murad Məmmədli və Sadiq Sadıqlı dünya ikincisi, Nazlı Ələkbərzadə isə dünya üçüncüsü adına layiq görülüb. Dünya üçüncüsü Nazlı Ələkbərzadə və bürünc medalçı Əkbər Əlizadə Vətən müharibəsində şəhid olmuş qəhrəman əsgər Əli Ələkbərovun övladlarıdır. Necəsən? Yaxşı. Olimpiyada necə keçdi sənin üçün? Yaxşı.
Deyirəm, məndə normaldır. Normal. Necə hazırlaşmışdın? Bəs kim kömək eləmişdi sənə hazırlaşarkən? Mənim müəllimə. Bu gün bəs medal qazanacağını düşünürsən və səncə hansı medal? İstəyirəm birinci, üçüncü, ikinci olmuşdu məndə. Onda istəyirəm birinci olsun. Bəs kiməsə salam göndərmək istəyirsən? İstəyirəm. Sağ Salam Həmid, necəsən? Yaxşıyam, siz necəsiz? Yaxşıyam, çox sağ ol. Olimpiada necə keçdi sənin üçün? Allah keçdi. Çox yaxşı yazdım, maraqlı idi olimpiyada. Qızıl medal gözləyirəm. Buradan anama, atama salam göndərirəm. Salam Fuad, necəsən? Yaxşıyam, siz necəsiz? Yaxşıyam, çox sağ ol. Olimpiada necə keçdi sənin üçün? Mənim üçün çox asan idi. Hazırlaşarkən kim kömək eləmişdi sənə? Mənim müəlliməm mənə kömək etmişdi. Bu gün hansı medal qazanacağını düşünürsən? Bu günləri sualları çox asan olduğu üçün qızıl medal düşünürəm. Buradan kiməsə salam göndərmək istəyirsən? Valideynlərimə və müəlliməmə. Türk Dünyası Beynəlxalq Riyaziyyat Olimpiyadası Timonun seçim turu artıq başa çatır. Şagirdlər imtahan binasını tərk edirlər. Nəticələr önümüzdəki həftə Gok.edu.az veb-saytında və Qlobal Olimpiya Centrinin rəsmi sosial media hesablarında paylaşılacaqdır. Yekunda onu da qeyd edək ki, Olimpiyadanın seçim turu üzrə mükafatlandırma mərasimi 22 fevral tarixində baş tutacaq. Sağ olun, salamat qalın. Növbəti olimpiyadalarda görüşərik.